gözləmədiyiniz adamlar azacaq, gözləmədiyiniz adamlar düzələcək. Belə bir zaman gələcək. Azğınlıq da təəccüblü olacaq ki, bundan nə əcəb? Və islah olmaq da, hidayət də. Deyirsən, bundan nə əcəb hidayət oldu, bundan nə əcəb olmazdı. Belə bir vəziyyət yaranacaq. Hədislər belə deyir. Allahın imtihanları bəzən bizim əməllərimizlə bağlıdır, bəzən hisslərimizlə, meyillərimizlə, bəzən də ağlımızla, ayırt etmə qabiliyyətimizlə, bacarığımızla bağlıdır. Adətən Allahın imtihanları bilib-bilməməklə bağlı olmur. Bildiyimizdən düz nəticəyə gəlmək tələb olunur imtihan zamanı. Biz çox adam çox şey bilir. Amma bilmək imtihan predmeti deyil. İmtihanın predmeti, imtihanın amili, əsas amili nədir? Düzü səhvdən seçmək. Bilik böyük məharət deyil. Bilikdən düzgün